Fidan xanım aramızdadır. Salam Pərvizə. Əbra etdiyimiz şirkət haqqında intervyu üçün nələri bilməyi tam olaraq, şirkət barədə hansı informasiyalar önəmlidir? Deməli, Fidan xanım, o şirkətin birinci saytında biraz saytında yatmalısınız. Şirkət, tutaq ki, ümumilikdə şirkət hansı biznesi görür, hansı seksiyalardan, segmentlərdən ibarətdir. Bu segmentlərin işi nədən ibarətdir? Ümumilikdə bu şirkət çörəyini nədən qazanır? Bax, buna bir cavabınız olmalıdır, soruşula bilər intervyuda. Ondan sonra o şirkətin vision var, mission var, missiyası nədir, vizyonu nədir? Bunlar hamısı şirkətin saytında yazılıb. Bunu mütləq şəkildə bilməlisiniz. Şirkətə daxil oldunuz, gedirsiniz intervyu otağına. Siz divarlarda çoxlu yazılar görəcəksiniz. Şirkətin prinsipləri haqqında, şirkətin dəyərləri haqqında. Hələ ki, tutaq ki, intervyu içərisi dəvət eləmirlər, siz gözləyirsiniz. Mütləq şəkildə divarda yazılan o dəyərlərdən xəbərdar olun, oxuyun, nə götürə bilirsiniz, götürün. Çünki intervyu prosesində bunlar belə sual ola bilər. Siz belə deyə bilərsiniz ki, mən dəhlizdə, divarda bu dəyərinizi oxudum, bilirəm ki, siz bu dəyərlə işləyirsiniz. Yəni, bunları bilməlisiniz. Və təbii ki də, bayaq o suala cavablandırdım ki, şirkət necə bir namizəd istəyir? Şirkətin, mən necəyim yox, şirkətin istədiyi namizəd necə bir insandır? Bax, o mənim, o istədiyi namizəd, o keyfiyyətləri önə sürməlisiniz. Bunlara sahib olmalısınız. Dediyim ki, bir daha yeşillaşdıram. Şirkətin biznesi nədən ibarətdir? Dünya üzrə. Azərbaycanda hansı fəaliyyətlər göstərir? Biznesi hansı yerdədir? Müştəriləri kimdir? Kimlərlə işləyir? Hansı proyektləri, hansı layihələri var? Saytlardan, xəbərlərdən aldığınız qədərilə və şirkətin missiyası nədir? Vizyonu nədir? Bu şirkət hara gedir? Və təbii ki də mən bu şirkətə gələndə hansı dəyəri qatacam? Bu komandadan, bu ailədən biri olduqda mənim sizə qatacaq özəlliyim nədir? Bunun üzərinə hazırlıqlı şəkildə intervyuya getməlisiniz. Gözəl sual idi. Çox sağ olun. Təşəkkür edirəm Fidan xanım. Belə. Ayşə xanım bildir ki, Xəyamda Gecə Qara kitabınızı gözləyirik Pərvizə. Təşəkkür edirəm Ayşə xanım. Mən də gözləyirəm. Çox qəribə bir şeydir. Kitabımın editoru, belə deyim, xanım şəxsdir və hamiləliyin 9-cu ayını yaşayırdı. Ona görə də bir şey deyə bilmirdim səbirsizliklə və o işi də bildirmişdi ki, mən başlayıram, mən də bitirəcəm. Övladı dünyaya gəldi və inşallah ki, sağ-salamatdır hər şey, nətər deyim, hər iki tərəf. Ana da, övlad da hər ikisi sağlamdır inşallah və hələ ki, belə deyim də, özünə gəlib, övladı ilə bir həyatını bir qaydasına salıb, ondan sonra işi bizə nəşriyyata təhvil verməsini gözləyirik. Ondan sonra isə nəşriyyat bütün komanda hazırdır artıq, kitabı çapa verəcəyik və hədəfimiz odur ki, bu il sona çatmamış Xəyamdakı Gecə Qara artıq sizlərə təqdim olunsun. Yəni, hədəfimiz budur dostlar. Çox sağ olun Ayşə xanım, mən də səbirsizliklə gözləyirəm o günü. Sonra bildirir, var olasınız, xoşdur, xoşdur. Görüşərik inşallah. Elçin bəy deyir ki, məncə xətirlərinə deyim Pərviz bəy, sonra workshopda filtrdə bizə əziyyət olur, söz deyəndə inciyirlər. Bu sözü mən həmişə deyirəm ki, universitetə demək lazım, təhsil sisteminə demək lazımdır. Nə bilim, biz deyəndə inanmırlar bizə. Elə bilirlər ki, biz biraz mübaliğə edirik, abartırıq. Ondan sonra o cahil özgüvəndən gəlirlər şirkətə, komandaya, biraz burunları yerə sürtünür, xoşa gəlməz hallar yaşanır. Bilirsən, yəni, nədən danışırıq. Ona görə də biz mülayim şəkildə deyirəm, arif olan zaten sözünü götürür, digərlər isə, belə deyək də, gəlib yaşayıb görürlər.